Xalq əgər azad, sərbəst yaşamaq istəyirsə, ölkəsinin, torpaqlarının toxunulmamazlığını arzu edirsə, gərək hər şeydən öncə orduya qayğı göstərsin. Ordunun hörmətini qaldırmaq lazımdır. Ordu, hərbi peşə Azərbaycanda ən hörmətli peşə olmalıdır. Hər bir Azərbaycan vətəndaşı Azərbaycan əskərinə, Azərbaycan zabitinə həmişə hörmət, ehtiram etməlidir və qayğı göstərməlidir. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz fəxr edə bilərik tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə. Naxçıvan eyni zamanda Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi ulu öndər bəxş edib.